Hələ ABŞ 19-cu əsrin incəsin əvvəllərində Thomas Jefferson nə vaxt prezident olub? 1801-1809. Hansı hadisə ölkədə onun nüfuzunu artırmışdır? Louisiana işğalsız geri qaytarması, ələ keçirməsi. Müharibəsiz. Müharibəsiz geri qaytarması. Kölələrin gətirilməsi ölkənin nə vaxt qadağan edilib? 1808. Hansı işi görmək istəyib amma alındıra bilmir, görə bilmir? Köləliyi ləğv etmək istəyib, lakin ləğv edə bilmir. Ləğv edə bilmir. Gətirilməsi var. Bəli. Monroe doktrinası nə vaxt qəbul edilib? 1823. 1823. Dünyayı iki sistemə bölürdü. Hansı sistemlərə bölürdü? Avropa, Amerika. Avropa və Amerika Və sistemlərə bir-bir bölürdü. işlərinə qarışa bilməyəcəkdilər. Bəli, tamamilə doğrudur. ABŞ-da ikinci istiqlaliyyət müharibəsi nə vaxt olub? 1812-1814. Başlama səbəbləri nə idi bu müharibənin? Başlama səbəbi ABŞ-ın Kanadaya ələ keçirmək istəməsi, İngiltərənin ABŞ-da olan müstəmləkələrini geri qaytarması. Müharibə hansı ilə bitdi? Gent-Belçika. Sülhün şərtlərinə əsasən İki dənə şərti var idi ki, ABŞ Kanada işğal etmək fikrindən geri çəkilir. İkincisi isə İngiltərə ABŞ-ın müstəmləkə kimi baxmayacaq. baxmadan tərəflər arasında əvvəl sərhədlər bərpa olundu. ABŞ-ın şimal ştatlarına, cənub ştatları arasında dini fərqlər nə idi? Biri protestant, biri katolik idi, cənub katolik idi, digəri isə Şimal isə protestant idi. İqtisadi fərqlər nə idi? birində quldarlıq. Bir demədə cənub şimalda. Şimalda quldarlıq qalmaqda idi. Şimalda bir quldarlıq ləğv olunmuşdu, kapitalizm münasibətləri bərpa olunmuşdu. Burada sənaye inkişaf edirdi. Cənubda isə quldarlıq qalmaqda idi. Burada kənd təsərrüfatı, yəni quldarların əməlindən istifadə olunurdu. Qul əməlindən istifadə olunan kənd təsərrüfatı idi bəli. Respublika Sosialist Partiyası nə vaxt yarandı? 1854-cü ildə. Bu partiyanın ilk prezidenti kimdir? Avram Lincoln. Neçənci ildə prezident seçilib? 1861, 1865. O seçilməsi 1800-cü il. 1860-da seçilib, 61-dən başlayıb. İki vətəndaş müharibəsi nə vaxt idi? Vətəndaş müharibəsi 1861-1865. Hansı tərəflər arasında idi? Bu ABŞ arasında, ABŞ ilə ABŞ-lə AŞK arasında. hansı tərəf sonunda qalib gəldi? ABŞ qalib gəldi. Bəli, Cənub Ştatları təzədən birləşdi şimala. Müharibə dövründə Abraham Lincoln hansı qanunları vermişdi? Abraham Lincoln köləliylə 2 il qanun vermiş 1862-ci ildə homoseslər Haqqında qanun, homoseslər haqqında qanun, bir də ki azadlıq haqqında bəyannamə. bəyannamə, bəli. Vətəndaş müharibəsindən sonra ABŞ konstitusiyasına nə vaxt əlavə edildi? 1866. Bu əlavə ilə qaradərlərə Qaradərlərə siyasi və mülki hüquq verildi. bərabərlik verdi belə. William McKinley nə vaxt prezident seçilmişdi? William McKinley 1900-cü ildə. 1900. Amma nə vaxt vəfat eləyir? 1901-də vəfat edib. Onu kim əvəz eləyir? Vitse-prezident Theodore Roosevelt. Theodore Roosevelt'in prezidentliyi nə vaxtdır? 1905-1909. Öz prezidentlik dövrüdür. Bəli. Amma 1901-dən 1905-ə kimi isə Bəli. McKinley vəzifəsini icra edib. Hansı partiyadan idi? Respublikası. Bəli. Xarici siyasətdə necə adlanırdı? Xarici siyasəti Böyük böyük dəyənək. dəyənək. Hansı qanunu qəbulləmişdi? İri intizarlar trestlərin əleyhinə qanun. Prezidentlərə qanun vermişdi bəli. Woodrow Wilson prezidentliyi nə vaxtdır? Woodrow Wilson prezidentlik dövrü. 1913-dən 1921. Hansı partiyadan idi? Bu demokratiya. Bunun hakimiyyət dövrü necə Yeni adlanır? demokratiya dövrü. Bəli, düzdür.